Suallarla davam edirik. Maraqlı bir 14-cü sualımız var. Yaxşı sualdır. Deməli 400 natural ədədimiz var. Say da 400-dür, vuranda da 400-dür. Bu ədədlərdən cəmi ədədlərdən cəmi hansı ola bilməz? Deməli, şərti olaraq ən böyük götürsəm 20 vur 20 eləsəm, 20 vur 20 bizdə 400 verir də, düzdür? Artıq say olaraq 2 ədəd gedib. Nə qədərdir qalıb? Bax, 20 gedib, 20 gedib. 2 ədəd gedibsə 390, 400-dən idi axı. 398 dənə ədəd qalıb. Üzərinə həmin o ədədləri gəlməli lazımdır. Bütün ədədlərin cəmi də 20 20-nin cəmi gəlməli lazımdır. Eləcə bizdə 438. Yəni burada 408 alına bilər. D variantı alına bilər. Bunu yazdıq. Sonra isə 20 vur 20-dən yola çıxıram elə. Bir dənə 2-ni, 20-ni belə eləyirəm də. 10 vur 2 yazıram da elə bil ki. Bir də vur 2. Belə yazıram. Bu da 400 verir də bizə, düzdürmü? Yəni 20 vur 20. 400. İndi isə nə qədər ədəd getdi bizdən? 4 dənə ədəd getdi. 400-dən 4 dənə ədəd, yəni 396 dənə ədəd qaldı. Üzərinə 10, 10, bir də 2, bir də 2-ni gəlməli. Bu ədədləri toplasaq görə neçə eləyir? Deməli 24 gəlməyə lazımdır da. Belə deyək, 4 gəlsəm 420. 420 də ala bilər. 420 variantda yoxdur. 420 də ala bilərdi. Başqa nə edə bilər? 400 cavabını almaq üçün. Başqa nə edə bilər? Deməli 5-lər kimi baxsaq, belə deyək də 10 vurulsun. O birisi 10-un bax belə yazacağam. Deməli hansı ədədlər? 10, 2, 2 yazmışdım da. Bunu 2 vur 5 yazım. Görüm nə olur? Onun birini 2 vur 5 yazıram. 5 vur 2. Bu formada yazsam da 400'dür. Düzdür? 8 bəli. 400. Burada isə 5 dənə ədəd getdi. Yəni 395 dənə ədəd qaldı. Üzərinə deməli buradakı ədədlərin cəmini. Yəni 6, o da 15, 21 gəlsə neçə eləyir? 5 gəlsəm 416 da ala bilər. 416 da ala bilər. Biraz da bunu 5 vurulsun 2 yazsam bu digər onu. Digər onu buradan silirəm. Onun yerinə 5 vur 2 yazırım. Yəni 5 vur 5 vur. Elə bir ki 16'da. Buradan da artıq neçə ədəd getdi? 2, 4, 6 ədəd getdi. Düzdürmü? 3, bəli. 394 ədəd qaldı. Üzərinə də bunlar gəlməyə lazımdır. 5-dən 5, 10, 8. 18 gəlməyə lazımdır. Bu da eləyəcək neçə? 6 çıxsam 12, 412. 412'ni ala bilər. Aha. 412'ni ala bilər. Başqa necə yaza bilərəm 400'ü? 400'ü başqa necə yaza bilərəm? 400'ün sadə vurğuları ayırsaq yaxşı olar da o. 400'ü 2'yə 200, 2'yə əslində 20'dən də yola çıxmaq olar da. Yəni bizim əlimizdə 5, 5, 2, 2, 2, 2 var da 400'də yaratmaq üçün. Düzdürmü? Buradan da eləmək olar da. Bu da bunun vurğuları. Deməli bunun vurğunu mən başqa cür belə yaza bilərəm də. 5, 2, 2'ləri birləşdirib 20, 5, 25, 4 vur 5, 20, burada 5 qalıb, bir də 2, 2 kimi yazsam, 4 dənə ədəd gedər, 396 dənə ədəd qalar. Üzərinə 25, belə deyək də, 425 də yarana bilər. Bu 4'ü gəlsəm 400, bu da 25. 425 də yarana bilər. 425 də yarana bilər. Gördüyümüz kimi 410 neçələr, 420, 430 neçə də hətta alına bilər. 402-ni heç vaxt ala bilmirik. İndi amma yoxlamaq lazımdır da. Demək. Gəlin belə eləyək. 20, 20, bir də birlər olsun da tutaq ki. Birlər də ola bilər axı. Gəlin belə eləyək. 20 vur 20 eləyir 398. 398. 2 dənə ədəd getdi. 398 dənə ədəd qaldı. Bunun üzərinə 40 gəlsək, hələ birləri də gəlsək böyük ədəd olacaq. Hə. Onda gəlin belə eləyək. 5, 5, 25,
2, 2. 25 vur 4. 100 vur 4. Bir də birlər. Bir də birlər. Neçə dənə? Bir indi bilmirəm hələ ki. Deməli 3, 6 dənə ədəd getdi. 6 dənə ədəd getdisə, qaldı burada 394 dənə ədəd. Çox olacaq bu da, birləri qoşsaq. Yaxşı, burada ədədin biri 400. Yo, 400. 400 ola bilməz də. Vuruğun biri 20, 200 olsa, vuruğun biri 200, biri 2, qalanları 1. Bilməm neçə dənə 1. Belə deyək də. 200 vur 2. 400 eləyir. 202. 398 ədəd qaldı. 200 vur 2 400'dür. Nə qədərsə 1. Deyək ki, birlərin sayı da təbii ki 398-dən olacaq da. Bu da böyük bir ədəd olacaq. 500 neçələr olacaq. 5 neçələr olacaq. Yəni məntiqlə o ədədə heç vuruqlar kimi düşünməsək, 402 cavabını buradan məntiqlə seçməliyik. Niyə? Çünki 438-in nağdına mən göstərdim, aldım. İndi hər hansı bir ədədlər ola bilsin yorğunam. Vuruqlar gözümdən qaçdı, tapa bilmədim o yerini. 400, hardasa 416 tapdım bu aralıqda məsəl üçün ola bilər. Ya bu variantlar B ilə C-ndə yəqin ki ala bilər. Əgər 438, 416 falan alabsa. Amma 402 çox kiçik ədəddir. Təsəvvür elə 400 dənə say ədəd var, 400 dənə ədəd var. Bir-birinə vuranda 400 eləyir. O sayda belə çıxır ki, belə deyək də 400 üstə gəlsin nəsə 400 ola bilməz. Ona görə məntiqi olaraq burada cavab ancaq A variantı ola bilər. 15-ci suala baxaq. 15-ci sualda ABC 3 rəqəmli ədədində B rəqəmi A ilə C-nin cəminin 40%-nə bərabərdir. Deməli, B rəqəmi A ilə C-nin cəminin 40%. A ilə C-ni toplayırsan, 40%-ni tapırsan. Vurursan 40-a, bölürsən 100-ə. Yəni, başqa sözlə 40 ilə 100-ü 20-yə hesabarsan, 5-də 2-sinə bərabərdir. 20-yə hesabaranda 5-də 2-sinə bərabərdir. Buradan da çarpaz vursaz, A ilə C-nin cəminin 5 böl, daha doğrusu, hələ ki qalsın. Bərabər olarsa, belə ədədlərə qızıl ədədlər deyilir. Buna görə neçə belə qızıl ədəd yazmaq olar? Deməli, ABC 3 rəqəmli ədəddir. Və ABC təbii ki, burada ABC-lər rəqəmlərdir. A ilə C-nin cəmi elə bir şey olmalıdır ki, o 5-ə bölünsün. Yəni, biz buradan aldıq ki, səliqə ilə yazsam, B bərabərdir 5-də 2 vurulsun A üstə gəlsin C. Yəni, A ilə C-nin cəmi 5-ə bölünən bir şey olmalıdır. Ən kiçiyi 5 olsa, A ilə C-nin cəmi 5 olsa, alınar. A ilə cəmi 5 olsa, deməli, ABC burada fərqli, eyni ola bilər də. Yəni, 5 olsa, məsələn, B burada 2 olacaq. 5-in 5-də 2-si 2-dir. B 2 olsa, 5 olan hallara indi baxın. Bir dəqiqə. 5 olan hallarına baxsam, B 2-dir nağdına. Əgər ABC hissəsi 5-dirsə. 5 olması üçün A1 neçə belə qızıl ədəd yazmaq olar? A1, C4, A4, C1, A2, C3, 3, 2, artıq A-ya mən 5, bir də C-yə 0 verə bilərəm. 0,5 deyə bilmərəm, A ilə ədəd başlayır, çünki 0 ədəd başlamır. Burada nə qədər oldu? 1, 2, 3, 4, 5 dənə ədəd. Yadda saxlayın. Bunları silək. Deməli, 5-i də silim, yuxarı da silirəm. Deməli, A üstə gəlsin C, B2 olacaq. A üstə gələcək 5 olduqda B2 olacaq. A üçün də mümkün qiymət buradan 5 dənə hal yaranacaq. Bu qalsın. İndi mən deyirəm ki, AC 10 olsun. A-nın C-nin cəmi 10 olsun. 10 olanda, deməli, 5-dən 10 ixtisar gedir. Burada 2 qalacaq. 2 vur 2, B-nin qiyməti artıq 4 olacaq. B üçün 4 tapacaqsan. B 4 tapanda, deməli, A-nın C-nin cəmi 10-dur. A-nın C-nin cəmi 10-dur. A-nın C-nin cəmi 10-dursa, A 1 ola bilər, bu 9 ola bilər. 2, 8, sonra 3, 6, 4,
Deməli 3 6 nə idi? 3 7 4 6 5 5. Sonra məsələn hansı ola bilər? 1-dən 9-a kimi ola bilər də. 1-dən 9-a kimi ola bilər. Amma yer də dəyişə bilər də. Yer dəyişməsində o 5-5 nəzərə alınmayacaq. Fikir verin ha. Deməli 1-dən 9-a kimi ola bilər. 1-5 nəzərə alınmır. Daha doğrusu bunda B rəqəmi C-nin cəmi 40%-ə bərabər olarsa belədirlər. Maraqlıdır. Soxalın daxı məndə elə bil 9. Burada məsələn 5-5 yer dəyişsə 1 dənə olacaqdı. 9 dənə. Mənim cavabım artıq 13 8-i keçdi axı. Maraqlı. Nəyə görə deyirəm? Burada yerdəşmə ABC fərqli şərti yoxdur axı. Məsələn, hansı ədədlərdir bunlar? Biz almışıq ki, B bərabərdir 5-də 2, 20-yə çarparmışıq da, %40. Aynı C-nin cəminin 40%. Aynı C-nin cəminin 40%, yəni %40. Bəli, 5-də 2-sidir. Deməli, aynı C-nin cəmi 5 olsa, bu hansı olacaq? 1 ilə 4, 2 ilə 3, 3 ilə 2, düzdürmü? 4 ilə 1, 5 ilə 0. Düzdürmü? 5-də 2-si. Digər tərəfdən 10 da ola bilər də. Ana cəmi 10 da ola bilər. Məsələn, 1 ilə 9. Deyək ki, ədədimiz 1, 9, 1, 149 ədədidir. Həmin bu 4, 1 ilə 9-un cəminin 40%-dir. Yəni 10-un 40%. 4 eləyir də 4%. Ya 1, 9 niyə olmasın? 1, 9, 2, 7, 2, 8. Sonra məsələn, mesela bu 15 mənə maraqlı qaldı bu 15-ci sual. 2, 8, sonra 3, 7. Bunların yerdəşməsi də olacaq hətta. Bax, buradan yerdəşməsi də olacaq. Bir dənə fərqli şərtinə baxım. Bir-birindən fərqli şərtini yoxlayaq hələ. ABC fərqli deyil mi? Bax. Maraqlı. Bu 15-ci suala mən baxaram. Yenidən. ABC burada fərqli şərti verməyib. Mən hallar çoxalınır məndə. Yəni, baxaram bu suala. 16. 1-dən 100-ə qədər olan bütün natural ədədlər lövhəyə yazılıb. Aha. Bu ədədlərdən elə bir alt çoxluq seçilir ki, bu seçilən çoxluqda istənilən 2 ədədin cəmi 3-ə tam bölünmür. 3-ə bölünməyəcək. 3-ə bölünməyəcək. 3-ə bölünməyəcəksə, bu alt çoxluq ən çox neçə elementdən ibarət ola bilər? Deməli, bütün ədədlər lövhəyə, bu ədədlərdən elə bir alt çoxluq seçilir. Alt çoxluq, ümumiyyətlə 3-ə bölünmürsə, bu ədədlər ya 3-ə bölünəndə qalıq 1 verməlidir, ya 3-ə bölünəndə qalıq 2 verməlidir. Ya 1, ya 2. O da hansı ədədlər ola bilər? Məsələn, 1 olsa, qalıq 1-i 3-ə bölünmür də, qalıq 1 qalır. Sonra 4 ola bilər, qalıq 1 vermir, sonra 7 ola bilər, belə-belə gedəcək. Ən axırıncı təbii ki, bunlar 3-3 artdığı üçün. Axırdan baxa bilərsən də 1-dən 100-ə kimi deyib. 100-dən əvvəl 3-ə bölünən 99-da, deməli 1 olacaq 98. Daha doğrusu 100-ün özü olacaq da elə. Üzülsən. 100-ü 3-ə böləndə 99 3-ə böləndə qalıq 100 olacaq. Deməli, buradan 1-dən başlayıb 100-ə kimi gedibsə, bu ədədlərin sayını tapmaq üçün 100-dən 1-i çıxıram, bölürəm fərqə, 3-ə verirəm, üzərinə 1 gəlirəm. Bu eləyir neçə? 99, 34 dənə. Bu 34 hələ bizi gözləsin. Çünki bu qalıq 1 verənlərdir. Qalıq 2 verənlərə baxıram. Qalıq 2 verənlər hansılardır? Qalıq 2 verənlər deməli
2'dir. Sonra nə var orada? 2 üstünə 3 gəlsək 5, 8, 11, deyək ki 3 gəlsə 14, belə-belə gedəcək. Qalıq 2. Qalıq 2-dirsə, deməli bu olacaq nə? Ən axırıncıdan deyək də. 90. Yox, bir dəqiqə. Bunlar 3-ə bölünəcək. Bax, buradan seçsəm fikir verin. 2 ilə, bax, buradan 2 seçsəm, buradan 1 seçsəm, cəmi 3 eləyəcək. Hə, bunları seçən mənəm. Qalıq 2 verəni seçən mənəm. Qalıq 1 verəni seçmişəmsə, qalıq 2 verəni seçməməliyəm. Qalıq 3 verəni seçməliyəm. Qalıq 3. Qalıq 3 verən, qalıq 0 daha doğrusu. Qalıq 0 verəndən birini seçin. Ən çoxu neçə element ibarət ola bilər? Məsələn, deyək ki, 3-ə bölünənlər bunlar da 3-dür, 6-dır, 9-dur, sonra 12-dir. Bunlar da düzdür. İstənilən 2 ədədin cəmi 3-ə tam bölünmür. Hə, 3-ə bölünənlərdən də birini verməliyəm. Çünki bax bunlar 3-ə bölünəndə qalıq 0 alınanlar. Fikir verin, bu maraqlı sualdır ya. 3-ə bölünəndə qalıq 1 alınanlar yuxarıdadır. 1, 4, 7 bunlar. Bunların sayı 34-dür. Amma 34 ilə kifayətləndirmək olmaz. Bir dənə də buna hər hansı qalığı 2 verən də olamaz. Niyə? Qalığı 2 verən məsələn 2-dir. 2 ilə buradakı bu 1-i toplasan 3-ə tam bölünəcək. Qalığı 2 verənlər sayılmır. Qalıqsızlardan birini verməliyəm ən azından. Məsələn deyək ki 3-ü verdim. 3-ü buna qoşsam problem yoxdur ki. Yəni 1, 4, 7, 100. Bunlara 3 gəlsə məsələn 3-dür. Fərqi yoxdur, 6 da verə bilərsiniz. Yəni 3-ə tam bölünənlərdən birini buna verməlisiniz ən azından. Deməli cavab burada 34 plus 1. O 1 də 3-ə tam bölünən, 3-ə bölünəndə qalıq 1 verənlər, qalıq 0 verənlərdəndir. Yəni bunun cavabı 34 plus 1, 35 olacaq. Cavab burada C variantı. 16-cı sualdır. Maraqlı sualdır. Çox maraqlı sual idi o. 17. Tənliyin tam həllər cütlüyü. 17-ni eləmək üçün ümumiyyətlə bizə bu tənliyi səliqəyə salmaq lazımdır. Vuruq şəklində salmaq lazımdır. Baxa görə nə edə bilərik? Ağla gəlir ki, x-i mötərizə xaricdən çıxardım və onu da atım sol tərəfə. Deməli, x-i çıxartsaq nə baş verəcək burada? Y plus 3. Y üstdən gəlsin 3 olacaq. Sonra isə nə edirəm? Bu 2y parçalayıram. Belə edirəm. Fikir verin ha. Burada çıxılsın y. Bax çıxılsın y. Çıxılsın y. Bir dənə çıxılsın y yazıram. Bu 10-dan da 3 parçalı. 10-dan 3-ünü elə bir verirəm. Onu yazıram 3 üstə gəl 7. Baxın onu yazdım 3 üstə 7. 3-ü atıram sol tərəfə. Çıxılsın 3 eləyirəm. Aha. Sağ tərəfdə bir dənə 7 qaldı. Düzdürmü? Düzdür. Hər şey düzdür. Yəni buradan x-i çıxarmışam. Buradan 2y belə yazmışam. Onun 3-ünü atmışam sol tərəfə. Qalıb onun nə qədərsə qalıb? 7-si qalıb. Düzdürmü? Düzdür. Bunlar yəqin ki bildiniz də. Bunları biləndən sonra mən fikir verin, mən nə etmək istəyirdim əslində? Y plus 3 vuruğu yaratmaq istəyirdim. Burada da var. Mötərizə xaricində mənfini çıxartsam, baxın. X, Y üstdən gəlsin 3, çıxılsın, belə eləyək də. Əslində gəlin belə eləyək, bu Y tək qaldı axı. Gəlin belə eləyək, 6-nı verək. Bu 2Y saxlayaq, 2Y çıxılsın 6 olsun. Bir dəqiqə. 2y çıxılsın 6 olsun ki, sağ tərəfdə 4 qalsın. Bax belə eləyək. Buradan 2-ni çıxardım, mənfi 2-ni çıxardım daha sonra. Y üstdən gəlsin 3 olsun. Bax bu alındı. Bərabərdir 4-ə. Fikir verin. Çıxılsın 2y, çıxılsın 6 bu tərəfə gəlin. 10 düppədüz ödəyir. Aha. Bax hər ikisində də y plus 3 yarandı. Deməli y plus 3-ü çıxarsam mötərizə xaricində burada alınacaq belə bir şey. X çıx 2 mötərizədə y üstdən gəlsin 3 bərabərdir 4-ə. Və bunlarda tənliyin tam həllərini soruşur. Natural falan soruşmur. Tam soruşursa mənfi də ola bilər. Yəni 4-ün vuruqları lazımdır. Deməli 4-ün vuruqları hansıdır? Bir dəfə 1, 4 ola bilər. Bir dəfə 4, 1 ola bilər. Bir dəfə deyək ki, mənfi 1 ola bilər. Mənfi 4 ola bilər. Bunların mənfiləri də ola bilər də, yəni. Gəlin belə eləyək də. Buraya yazaq. Plus minus, bir də
plus, minus, plus, minus. Bir də 2 ola bilər də. Mənfilərdə təbii ki. 4-ün başqa vurğuları varmı? Tam vurğu. Yoxdur. 1, 4, 1, 4, 4, 1. Bunların mənfiləri. 2, 2 bunların mənfiləri. Vəssalam. Və gördüyümüz kimi bunlara uyğun da bir x, y-lar alacağıq. Bir cütlər alacağıq. Yəni bunları əslində həll etməyə ehtiyac yoxdur. Baxın. Yəni burada belə deyək də. Burada nə qədər ədəd var? Bax, onların yarısı qədər olacaq da. Elə bir ki, 1, 4 deyəndə bir dənə x, y cüt alacaqsan. 1, 4. Mənfi 1, mənfi 4 deyəndə bir dənə alacaqsan cüt. Sonra 4, 1, bir də mənfi 4, mənfi 1 deyəndə yenə bir dənə də mənfisinə görə bir dənə cüt alacaqsan. Düzdürmü? Sayları yazıram. 2, 2 deyəndə bir dənə cüt, mənfi 2 deyəndə bir dənə cüt. Yəni, bunun üçün də 2 dənə cüt alacaqsan. Yəni, ümumilikdə sən buradan rahatlıqla görə bilərsən ki, 6 cüt alacaqsan. Cavab D variantı. 17-də cavab D variantı olacaq. Yəni, sənin burada yazdığın plus minus 1, plus minus 4, 2 dənə cüt. Plus minus 4, plus minus 1, 2 dənə cüt. Plus minus 2, 2 dənə cüt. Bunlar nə qədər eləyir? 6 dənə təbii ki. Cavab 6. Bu 15-ci suala mən rəy bildirəcəm rəy bölməsində. ABC yəqin ki, müxtəlif demək istəyib. Onda yəqin ki, problem var. Problem varsa çox böyük bir abırçılıq. Yenə də problemli sual çıxdı qarşımıza. Yox, əgər mənim səhvimsə onu düzəldəcəm.